Gələn pasiyent müxtəlif istəklərlə müraciət edə bilər, amma ki, bu onun səhhətinə uyğun olmaya bilər, zahiri görünüşünə uyğun olmaya bilər, yaxud da ki, həmin prosedur onun yaşı üçün artıq keçmiş ola bilər, yaxud tez olmuş ola bilər. Bu haqda fikirlərinizi almaq istəyərdik ki, necə yönləndirirsiniz? Bəli, mütləq şəkildə tibbdə anamnez deyilən bir şey var. Yəni pasiyent ilk dəfə müraciət etdikdə bir həkim olaraq biz onun anamnez dedikdə, yəni sual-cavab. Onun irsi xəstəlikləri, genetik hansısa bir xəstəliyin daşıyıcısı varmı, gende bu varmı, günlük rutinini, hər bir şeyini araşdırırıq. Hansısa bir əməliyyat keçiribmi? Yəni bütün xəstə ilə xəstələr bəz anamnez anlamırlar. Deyirəm sizi sual-cavab eləyəcəyik. Yəni o bildiklərini deyil. Sonra biz ehtiyac olan bir şeyləri müayinələrə göndəririk. Ultrasəs müayinəsi olsun, qan analizi olsun, rentgen, kompüter tomoqrafiya və s. Ona əsasən pasiyentə diaqnoz qoyub müalicə aparırıq. Yəni pasiyentin əlbəttə ki, sual-cavabla fikirləri bizim üçün önəmlidir. Amma diaqnoz qoyub müalicə aparmaq sırf həkimə məxsus bir şeydir. Yəni pasiyent doktor mən bu dərmanı içə bilmərəm deyə bilər və yaxud kosmetoloji prosedura gələndə doktor mən daha çox istəyirəm məsələn qaş qaldırma, daha çox nə. Yəni biz mütləq şəkildə üzün anatomik quruluşuna baxaraq bunları həyata keçirməliyik. Çünki burada cavabdeh həkimdir. Yəni xəstə istəyə bilər. Biz onun səhhətinin yetdiyi qədər və yaxud üzündə onun yarada biləcəyimiz qədər edirik. Amma əsas məsuliyyət mütləq şəkildə və tam diaqnozun qoyulub reseptin yazılması birbaşa həkimin məsuliyyətidir, həkimin üzərindədir.